Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib. Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya təzə qarpız yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib. Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib və həmin paletlərdəki qarpız yükünün altından gömrük nəzarətindən gizlədilən 64 ədəd bağlamada qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Adsel Leasing şirkəti ödənişini tam başa vuran müştəri Emin Abuşovun avtomobilini geri qaytarmır. Zərərçəkən bildirir ki, şirkət ona məxsus ödəniş etdiyi avtomobili qanunsuz şəkildə ələ keçirib və bugünə kimi qaytarmayıb. Space xəbərə müraciət edən vətəndaş hüquqlarının pozulduğunu deyir. Avtomobilimi əlimdən alıb, geri də qaytarmır. Dəfələrlə getmişəm ki, yəni o avtomobilimi mənə qaytarın, ödənişini etdiyim avtomobili mənə qaytarın ki, mən onu gedim sənədləşdirim. Leasing yolundan avtomobil əldə edən Emin Abuşov 48 aylıq müqavilə ilə ödənişlərini tamamlasa da, leasing şirkəti avtomobili alıb qaytarmır. Zərərçəkən bildirir ki, leasing yolu ilə 2 avtomobil götürüb. Biri öz istifadəsi üçün, digəri isə iş ortağı üçün. İş ortağının ödənişləri gecikdiyindən həmin şəxsin avtomobili geri alınıb. Lakin sonradan Emin Abuşovun tam ödəniş etdiyi avtomobil də bir yolla ələ keçirilib. Yol vərəqəsi bitdiyinə görə burada yol əməkdaşları onu saxladılar. Mən də razılaşdım, posta qoydum maşını. Ki, gedim mən yol vərəqəsi götürüm, gəlim, maşınımı götürüm. Mən avtolizinqə, yəni o leasing şirkətinə getdim yol vərəqəsi almaq üçün. Getdim, ora çatdım, mən yol maşını ilə getmişdim. Getdim, o ərəfədə gəlib maşınımı buradan, mənim xəbərim olmadan içində veşlərim, nə bilim, sənədlərim, hər bir şey maşının içində maşını götürüb aparıblar. Emin Abuşov bildirir ki, hər iki avtomobil üçün ayrı müqavilə imzalanıb və hüquqi olaraq bir-biri ilə əlaqəsi yoxdur. Fərqli-fərqli müqavilələrdir. Hətta sürməyə də o müqavilədə qeyd olunmuşdur ki, həm sənədlərim də var, müqavilədə də qeyd olunub. Ödənişini də filan kəs eləyəcək, maşın da filan kəsə aiddir. Sadəcə olaraq böyük mənim adımadır, belə deyim, maşın mənim adımadır. Şirkətlə problemini birbaşa müzakirə etmək istəyən zərərçəkən dəfələrlə avtoselə getsə də cavab verən olmayıb. Mənim hüququmdur ki, ödədiyim maşını mənə versinlər və ona sənəd versinlər ki, mən gedim sənədləşdirim. Tamam, o biri maşın varsa, o biri maşınına görə də onlar öz, belə deyim də, hüquqi cəhətdən nədir, onu eləsinlər. Məsələ ilə bağlı Autosel Leasing şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, Yemək gəldi, ödəniş eləməlidir, ya pul verməlidir. Ödəniş eləməlidir, bunun borcu var. Baxırda ödənişləri var da, gəlsin ödəsi götürün maşını. O nə edir ki o maşını? Xırda ödəniş nə qədərdir? Keçən də danışmışdılar da, artıq 1500-2000 manat pul verməli idi. zərərçəkən isə avtomobilin bütün ödənişlərini tam başa vurduğunu deyir. Şirkətin əlavə ödəniş tələb etməsinin hüquqi əsası varmı? Vətəndaşın qeyd etdiyi kimi burada 2 ayrı leasing müqaviləsi varsa, biri üzrə borc tam şəkildə ödənilibsə, digər üzrə müəyyən gecikmələr yaranıbsa, bir leasing müqaviləsi üzrə yaranan münasibətlərin digər leasing münasibətlərə yaranan münasibətlərlə heç bir əlaqəsi yoxdur. Bu zaman vətəndaşın dəyərini tam şəkildə ödədiyi əmlak üzrə predmet tam şəkildə vətəndaşın mülkiyyətinə verilməlidir. Əgər qeyd olunursa ki, bu əmlak cərimə meydançasına hər hansı bir formada artıq leasing şirkəti tərəfindən qanunsuz şəkildə oğurlanmışdır, belə bir faktlar mövcuddur. Vətəndaşa tövsiyəmiz ondan ibarətdir ki, bununla bağlı Cinayət Məcəlləsinin 77-ci maddəsi ilə, oğurluq maddəsi ilə cinayət işinin açılması üzrə hüquq mühafizə orqanlarına müraciət etsin. Vəkil deyir ki, vətəndaş mülkiyyətində olan əmlak üzrə mülkiyyət hüququnun tanınması və həmin əmlakda maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququna da malikdir. Əgər avtomobil cərimə meydançasından götürüldükdən sonra ona hər hansı zərər yetirilibsə, vətəndaş həmin tarixdən etibarən dəyən zərərin ödənilməsini tələb etmək hüququna sahibdir. Günəş Rzayeva, İlkin Həsənov, Nadir Cəlilov, Fidan Səfər, Space xəbər.